Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə əşrəfil ənbiyai vəl mürsəlin. Nəbiyyina Muhammed və alə alihi və sahbihi əcməin. Alimlərin Rəbbi olan Allaha həmd olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, sahabələrinə və qiyamət gününə qədər onun ardınca gözəl şəkildə gedənlərə Allahın salamı olsun. Selamun aleykum və rəhmətullahi və bərəkatuhu. Qardaşlarım, bugün sizinlə önəmli bir məsələ haqqında qısa olaraq danışmaq, ilk öncə öz nəfsimə, sonra da sizlərə nəsihət etmək istəyirəm. Nəsihət etmək, qardaşları gördüyün zaman, onlarla olduğun zaman, bu Allah Azza və Cəllənin İslam dinindəndir, öz dinindəndir, Muhammed sallallahu aleyhi ve sellem sünnəsindəndir. Salih sələflərimizin, ümmətin öndərlərinin, başda gedən, öndə olan imamlarımızın yoludur. Bir-birlərini gördükləri zaman, gəlin oturaq, imanımız artsın, gəlin oturaq, nəsihət eləyək, gəlin oturaq, Allah və Rasulundan danışaq, gəlin oturaq, axirət sahəmizi, əkin sahəmizi xeyir əməllərlə dolduraq deyə söhbət edərdilər. Həmd olsun Allaha, aləmlərin Rəbbinə, bizi sünnə əhlinə eləyib. İslam nemətindən sonra bizə vermiş olduğu ən üstün nemətlərdən İslam nemətidir, sünnə nemətidir. Allah Rasulunun ardınca onun tələbələrinin, öyrətdiklərinin, yanında olanların, dərs keçdiklərinin getdiyi kimi getməyi, götürdüyü kimi götürməyi, yaşadıkları kimi yaşamağı nəsib edin bizə, elhamdülillah. Qardaşlarım, bugün danışmaq istədiyim mövzu və məsələ insanın öz nəfsini hesaba çəkməsidir. Bu önəmlidir. Çünki insan yaşadığı həyatda günlər tez keçir, qardaşlar. Günlər çox tez keçir, gecələr gündüzü daha çox ötüb gedir. Baxırsan, ömürlər bir kitabın vərəqi kimi sanki səhifələnir, örtülür, bükülür və gedir. Və insanlar da, qardaşlarım, bu həmin bükülən, gedən, ötüb keçən həyatlarında bəziləri qəflət içində, bəziləri uzun arzular, dərin xəyallar içərisində yaşayırlar. Bəzi insanlar səhvlərlə yaşayır, bəziləri düzlərlə yaşayır. Bəziləri ümidləri genişdir, çoxdur, xəyalları uzundur. Çünki bu insandır, qardaşlar. Muhammed sallallahu aleyhi və səlləm torpağın üzərinə bir xət çəkir və deyir ki, bu insandır. Sonra onun yaxınlığından bir düz xət çəkir və deyir ki, bu onun əcəlidir. Sonra daha uzaqdan bir xət çəkir və deyir ki, bu da onun əməlidir. Əməl, yəni istək və arzuları. Onun arzuları ona yetişmədən daha tez olan ona yetişəcək. Ölümü daha tez gələcək. Nəinki xəyallar, arzular, gələcəkdə etmək istədikləri. Bugün əmr olunduğunu eləmir. Gələcəkdə etmək istədiyinin adamda siyahısı var, ağlında. Hansı ki, qardaşlarım, insanlar ötüb keçən hansıdır? Hansı ki, səni tərk eləyəcək, vəfasızdır. Dostluq elədiyin, qardaşlarım, hər hansısa bir etibarsız, vəfasız, səni sona qədər səninlə bərabər getməyən biri ilə kimsə dostluq etmək istəməz, yoldaşlıq eləmək istəməz. Keçib gedənlər, qardaşlarım, elə bir şəkildə dostluq edirlər ki, dünyada sanki burada qalacaq. Lakin hansı şey ki qalıcıdır, ondan qəflətdə olurlar. Biz, qardaşlarım, ümumi olaraq bütün dərslərimizdə qardaşlara axirətə tələsmək, Allah Azza və Cəlləyə tərəf yönəlmək və ona tərəf qaçmaq haqqında danışdığımız zaman bəzi qardaşlar elə düşünür ki, biz deyirik ki, sən dünyadan heç bir şey əldə eləmə, yaşama.
Evlər tikmə, minişlər əldə eləmə, ticarət eləmə, otur. Aydındır, torpaq bassın səni, dəbərmə. Biz belə şeylər demirik. Biz deyirik, elhamdülillah, evlərin də, miniklərin də, bağların, bağçaların da, zürriyyət və övladların da ən üstün və gözəli səndə olsun, lakin əlində və ya cibində. Ən azından hesabında, kartında. Amma qəlbində olmasın. Tikilmiş şalvarın cibində olsun, problem deyil. Plastik kartda olsun, problem deyil. Ətdən olan, vuran, düşünən, sorğuya çəkiləcək olan qəlbdə olmasın. Əldə və cibdə olduğu müddətcə, qəlbə girmədikcə, qardaşlarım, zərər vurmaz, zərər etməz. Zərər etməz. Etsəydi, Əbu Bakr edərdi. Etsəydi, Abdurrahman ibn Avf edərdi. Onlar əlində olanlar idi, qəlbində olanlar yox. Onlardan sonra gələnlər, şəhvətlərə tabi olanlar, namazı zay edənlərin qəlbinə girdi. Və xaləfə min ba'dihim xalfun ada'us-salə və təbə'uş şəhəvat. Onlardan sonra elə bir nəsil gəldi ki, namazı zay etdilər, şəhvətlərin dalıcan düşdülər. Fəsəvfə yəlqavna qayyə. Qayyə gedəcəklər onlar. Onun üçün bu tam başa düşülməsi üçün qeyd edirik burada. Ki, biz zahidlikdən danışanda, zahidlik cırıq paltar geymək deyil, sufilərin elədiyi kimi. Zahidlik, qardaşlarım, insanın ona lazım olan qədəri ilə üzərində yaşaması, axirətə addımlayıb getməsi, axirətdə ona fayda verməyən bir şeylərlə məşğul olmamasıdır. Onun üçün, qardaşlarım, çoxları keçib gedən bir şeylə məşğul olurlar, qalıcı birini unudurlar. Əlində olub əriyənə, sanki buzdur, baxır, sevinir. Lakin bir müddət sonra əriyib gedir. Amma Allah qatında qalana sevinmir, baxmır. Etmiş olacağı, ondan əziyyət belə tələb olunmadan üzərində böyük mükafatlar qazanacağı bir şeylərə gedmir. Quran-Kərimin oxunmasında əlif, ləm, mim, sənə Allah Azza və Cəllənin sənə vermiş olduğu səslə, dillə, dodaqla 3 hərf dedin, 30 savab qazandın. Və hesab say olaraq, qardaşlarım, bizə deyilən budur, miqdar olaraq. Lakin Allah qatında nə qədər ucalacaq, nə qədər artırılacaq, bu hesab bizlik deyil, yəni. Sənin hesab makinələrin, kalkulyatorların onu hesablamağa çatmaz. Allahın rəhməti daha böyükdür. Onun üçün, qardaşlarım, neçə insanlar var ki, neçə nəslər var ki, dünya üçün dururlar, ayılırlar, gedirlər, səy edirlər. Lakin Allah üçün dəbərişləri yoxdur, hərəkətləri yoxdur. Bunları qeyd etməyimiz, qardaşlarım, nəfsin hesaba çəkilməsidir hər bir kəs üçün. Hətta gündüzün fəzirindən məğribin gün batanına qədər oruc olanlara da deyirik. Gecənin qaranlığından fəcirin işıqlığına qədər gecə namazı qılanlara da deyirik. Hamı öz nəfsini hesaba çəkməlidir. Çünki, qardaşlarım, qəlb belədir ki, adı kimi. Nədən götürülüb qəlb? Qəlb çevrilən deməkdir. İnqilab sözü ondandır. Və ya qəlib deyilir. Lepqa tökülən qab var ya, qəlib. Yəni, töküb sonra çevirirsən. Qəlb də ondan götürülüb. Bu çevriləndir. Neçə gözlər olub, qardaşlarım, dünya üçün ağlayıblar. Allah üçün bir damcı göz yaşı tökməyib. Allah Rasulü vəd eləyib. Allah yolunda ağlayan, yaş çıxan, yaş tökən gözlərə cəhənnəm odu dəyməz. Cəhənnəm odu dəyməz. Lakin bunlar unudulublar, qardaşlarım. Neçə insanlar olub ki, gecəsini səhərə qədər işi üçün, eşi üçün, övladı üçün, filanı üçün olsun. Buna da ehtiyac var. Biz deyəndə demirik ki, onlar üçün olmasın. Lakin bir tərəfli tərəzinin bir gözü ağır gələndə, daşlar düzgün yerə qoyulmayanda məsələ düz olmur, qardaşlarım. Qəlblərin xuşu ilə dolması, gözlərin Allah üçün oyanması görürsən ki, yoxdur, qardaşlarım. Allah Azza və Cəllə bizə
özünə qayıdışı deyir. Ya yuhəl insan, ey insan. Növ olaraq deyildiyi zaman bütün hər kəs daxildir. İman edən də, müsəlmanı da, imanı çox olan da, az olan da, zəif olan da fərq eləməz. İnnəkə kədihun ilə rabbikə kədhən fəmulaqi. Sən bu səyində Allaha tərəf gedirsən. Fəmulaqi və sən onunla mütləq görüşəcəksən. Mütləq qarşılaşma olacaq. Dayana bilməyən, dayanacağı olmayan, dayanacağı olmayan bir gedişdir, qardaşlarım. Dəyişməyəcək, yolu dəyişməyən bir gedişdir bu. Qaçışı olmayan yoldur. Mütləq gedəcəksən. Allahın vədidir, qabağında durmalısan. Onun üçün, qardaşlarım, alimlər deyirlər ki, müjdələr olsun o şəxsə ki, vaxt keçmədən, peşmançılıq gəlmədən artıq ayılıblar. Peşmançılıq gəlməyib, hələ buradadır. Əlhəmdülillah, artıq ayılıb ki, başqa bir yol yoxdur. Müjdələr olsun o kəslərə ki, özlərini onları Allah hesaba çəkmədən hesaba çəkiblər. Müjdələr olsun o kəslərə ki, veriləcək suallara cavab hazırlayıblar. Artıq bu dünyada cavab var əlində. Artıq bu dünyada cavab var. İnsan öz nəfsi ilə sadiq olaraq durmalıdır. Çünki ölümdən sonra qayıdış yeri yoxdur, fürsət yoxdur. Rabbirci'un, Rəbbim qaytar. Deyəcək, qardaşlarım, nəfslər deyəcək, yalvaracaq. O yalvarışı dünyada. Rabbirci'un, Rəbbim qaytar yalvarışını. Dünyada Rəbbim bağışla desəydi, əff et və keç desəydi, bağışlanardı, subhanallah. Allah vəd eləyib. Bağışlayacağına da, əff edəcəyinə də, qulundan keçəcəyinə də vəd eləyib. Çünki ölümdən sonra kimsəyə fürsət verilməyəcək. Nəfsin hesaba çəkilməsi nə deməkdir, qardaşlarım? Bu, insanın sadəcə cümlələr quraraq, hərfləri birləşdirərək danışdığı bir söz deyil. Ki, hərf yığınından ibarət olan mənasız bir söz olsun və ya insanın nəfsindən çıxan atifiyyə deyil, hissiyyat deyil yəni. Bu, qardaşlarım, sabit olan ibadətdir. Nəfsin hesaba çəkilməsi, bu ibadətdir. Nəfsin hesaba çəkilməsi, bu, qardaşlarım, daimi olaraq öz səni pisliyə aparan nəfsünlə müharibə halında olmaqdır. Çünki düşməndir. Əgər sən onunla ayıq olmasan, o səni məhv eləyəcək. Bilirsən niyə, qardaşlarım? Ən təhlükəli düşmən sənin həm zəif yerlərini, həm də bütün mövqeyləri bilən düşməndir, təhlükəlidir. Səni səndən insan olaraq, məxluq olaraq daha gözəl tanıyan yoxdur. Nəfsün bütün zəif yerləri, bütün qapıları hardan sənə daxil olmaq olar, onu bilir. Sən daim onunla mübarizə aparmasan, daxil olmaq istədiyi qapılara kilid vurmasan, qapıları açıq qoysan, taybatay, Allah girəcək. Səni məhv etmədən, həlak etmədən səndən əl çəkən deyil, qardaşlarım. Və bu sənin həyatının məsləki olmalıdır. Həyatının sənəti olmalıdır. Yəni, hər dünyada yaşayan hər bir kəsin özünə aid olduğu, özü üçün seçdiyi bir sənədi var, sənət sahibidir. Bu sənət hallarından, sahiblərindən, edəcəyin bu sənətlərdən biri də səndə, qardaşlarım, nəfsüvi hesaba çəkmək olmalıdır. Necə eləyəcəksən bunu? Nəfsünlə oturacaqsan. Qardaşlarım, uşaq evdə bir səhv etdiyi zaman nə edirsən? Salih atanın edəcəyi ən doğru iş, onunla bərabər oturar, uşağın otuzdurar, ona başa salır. Öyrədir, yolumuz budur. Rasulların yolu budur. Onlara tabi olan salihlərin yolu budur. Eləcə də nəfsin var ha, onu otuzduracaqsan qabağında. Və ağıllı olmasın deyəcəksən, ey nəfs, ağıllı ol. Sənə görə mən gücüm yetməyəcək yanmağa, əzab olmağa. Allahın vermiş olduğu məndə cavabı olmayan suallara qarşısında durmağa. Mən bacarmayacam bunu. Eləmə. Həlak eləyəcəksən bizi, eləmə. Otuzdurmalısan qabağında.
danışmalısan, onunla söhbət eləməlisən. Əməllərini, etdiklərini Allahın kitabına ərz eləməlisən. Mən etdiklərim Allahın kitabına uyğundurmu? Sözlərimi Muhammed sallallahu aleyhi və səlləmin sünnəsinə tutuşturmalısan. Niyyətini ixlasın qabağına qoymalısan. Soruşarsan, mən əməllər eləyirəm. Kiçiyindən tutmuş böyüyünə qədər. Niyyəti qoyacaqsan ixlasın tərəzinə. Əməlimdə ixlaslı oldummu bu elədiklərimdə? Və həmçinin, qardaşlarım, əməli çəkəcəksən o tərəzidə. Çünki sən burada çəkməsən, onsuz da orada aləmlərin Rəbbi olan Allah çəkəcək. Sən dünyada görmüsən, qardaşlarım, maddi olan, satılan, alıb satıla bilən və çəkilə bilən hər şeyin tərəzisi var. Qiyamət günü Allah Azza və Cəllə əməllərin çəkiləcəyi tərəzi var edəcək, yaradacaq. Əməllərin ora qoyulacaq. Və həmçinin, qardaşlarım, durmalısan, soruşmalısan özündən, etdiklərində sən sadiqsənmi? Çünki Allah Azza və Cəllə bizə deyir ki, qardaşlarım, bəlil insanu alə nəfsihi basira. Nə üçün deyirik ki, hesaba çək? İnsan özünü daha çox tanıyandır. İnsan özündə daha çox bəsirət sahibidir. Başqasına deməsə belə, sən özünü tanıyırsan, vallahi, qardaşlar. İnsan etmiş olduğu əməl var, heç bir alimə yönəlib onda, mən belə elədim, qəbul olar, olmaz, sual verməməlidir, o tərəzi səndədir. Sən vallahi, minlərlə alimlər fətva versələr belə, Muhammed sallallahu aleyhi ve sellem hədisdə deyir, sən özündə bilirsən bunu. Minlərlə alim fətva versən, sən onu niyyətində Allah üçün eləməmsənsə, sən bilirsən. İxlaslı eləməmsənsə, bilirsən. Onun kitabına uyğun eləməmsənsə, bilirsən. Sünnəyə uyğun eləməmsənsə, bilirsən. Allah hər şeyi bilir. Sən də özündə olanı bilirsən. Çünki sən bilirsən, harada xata eləmirsən. Sən bunu bilirsən. Xata elədiyin yeri də bilirsən. Sən harada təqsirun var. Az eləmirsən, onu da bilirsən. Sən onu da bilirsən. Mənim yanımda sən, yaxud da sənin yanımda mən tam görükə bilərəm. Amma sənin əksiyin var, çatışmayan yerlərin. Sən bilirsən. Harada qəflətdə olmusan, harada öz nəfsinin istəklərinə uymusan, sən onları da bilirsən. Sən onları da bilirsən. Harada dua dilinlə demirsən, harada həqiqətən də qəlbindən, dilinin çıxan sözlər qəlbindən gəlib. Sən onu da bilirsən. Allah Azza və Cəllə, qardaşlarım, öz kitabında buyurur ki, Yə eyyuhəl-ləzīnə əmənu. İman edənlərə xitabdır. İman edənlərə. Vallahi səninlədir. Aləmlərin Rəbbi olan Allah sənə müraciətdir, subhanallah. Bax, şərəflisən. İzzət tapmısan, deyirsən, subhanallah. 7 qat göyün üzərindən. Bax, 7 qat göyün üzərindən. Aləmlərin Rəbbi olan Allah danışıb, subhanallah. Özünə layiq olan şəkildə. Müraciət edib. Yə eyyuhəl-ləzīnə əmənu. Ey iman edənlər, o toplum sənsən, subhanallah. Müraciətə bax sənədir. Yəni, şərəfi hiss edirsən, başa düşdün nə deməkdir? Harada oxudun iman edənlər və sən iman etmisənsə, Allah danışıb sənə müraciət. Cəbrail əleyhissalam gətirib vəhyi Muhammed sallallahu aleyhi ve sellem. Allah Rasulü oxuyub Əbu Bakrına, Ömərinə, Osmanına, Əlisinə, Talhasına, Zübeyrinə, İbn Məsuduna, o da səni çatdırıb. Rəbbim sənin haqqında çağırış olaraq, nida olaraq sənə müraciət edib. Açmalısan qulaqları, açmalısan gözləri, açmalısan qəlbi, beyni, bütün bədəninlə, əzalarınla, bütün hüceyrələrinlə, bütün molekullarınla, bədənində olan hər nə var, hamısının adıyla, tip kitablarında olanlarıyla, olmayanlarıyla, adamların bildikləri ilə, bilmədikləri ilə sən qulaq asmalısan. Allah danışır, Allah sənə deyir. Ya yuhəlləzinə əmənu, ey iman edənlər. Sən hər şeyimlə duymalısan bana. İttəqullah, Allahdan qorxun. Qorxun Allahdan. Bu, iman etməyənlərdən söhbət getmir,
İman edənlərə deyir ki, qorx Allahdan. Qorxcuna Allahdan. Sonra nə etməlisən? وَلْتَنْظُرْ نَفْسٌ مَا قَدَّمَتْ لِغَدٍ. Hər bir nəfs sabah üçün nə hazırladığına baxsın. Bax ki, Allah Azza və Cəllə qardaşlarım burada fəltənzurun nəs, insanlar baxsın demir, nəfs deyir. Yəni, hər adam ayrı-ayrılıqda tək olaraq, fərd olaraq, sən ged özün bax. Danışan sizə desin, siz gedin baxın, Allah deyir ki, bax, elə yox. Danışan da baxacaq, qulaq asan da. Eşidən də eşitməyən də, görən də görməyən də. Üzərində can daşıyan, nəfəs alan, qəlbi vuran, damarlarında qanlar axan. Sən nəfsə baxmalısan. Bu ayə, qardaşlarım, həyatın mənhəcini cızıb. Necə yaşayasan, düstur. Mənhəc. Mənhəc deyir ya biz qardaşlarım. Mənhəc tək əqidədə olmur. Yatmaqda mənhəcimiz var. Yatmaqda mənhəcimiz var. Necə yatacaqsan? Ən xeyirli bəşər necə yatıbsa, elə yatacaqsan. Sünnəsini yerinə yetirəcəksən. Axtaracaqsan. Unudulubsa dirildəcəksən. Yəni, öyrədəcəksən. Nəsildən nəsli ötürəcəksən. Necə eləyib eləncə eləyəcəksən. Danışmaqda mənhəcimiz var. Evlənməkdə mənhəcimiz var. Əyək yoluna getməkdə mənhəcimiz var. Nə göydə uçanlardan, nə yerdə qaçanlardan bir dənə şey bizim üçün qoyulub qalınmayıb. Hər şeydə sənin mənhəcun var, yolun var, öyrədilib. Vallahi fəxirdir bizim üçün, şərəfdir. Müşriklər, qardaşlarım, sahabələrə deyirdilər ki, istəyirlər üçün, sizin Rasulunuz sizə əyək yoluna getməyi də öyrədir. Sən nə üçün deyirdi? Deyirsən, özün gedə bilmirsən, əyək yoluna. Bu, utanc yerimizdə öyle, vallahi, fəxir yerimizdə. Salman Radlan deyir ki, bəli, əlbəttə ki, biz öyrənmişik, göydən gəlib mənim vəhim. Nəyiniz eləyəcəm? Və izah edir ona, sağ əllə qadağandı. Utanmır, desin ki, ayda, həmən indi bunu durum danışır. Əlbəttə ki, danışarsan. Sağ əllə olmaz. Üstdən az təmizləyici ilə olmaz. Sümü ilə olmaz. Əti yeyilən heyvanların peyni ilə olmaz. Hörmətli şeylərlə olmaz. Bəli, mənə aləmlərin Rəbbi olan Allah öyrədib. İttiqat göyün üzərindən indirib, bəli. Rasulun mənə söyləyib. Çünki mən Ya eyyuhəl-ləzīnə əmənu ayəsinə daxiləm. Mənhəcim budur. Və hər nəfs baxsın. Bu, qardaşlarım, həyatın mənhəcidir, yolumuzdur. Demir, qardaşlarım, insanlar baxsın. Demir, siz baxın. Bütöv ümumi gəlmir də, siz baxın, gedin baxın. Hər nəfs buna baxmalıdır. Çünki hesaba, qardaşlarım, tək çəkiləcəksən. Allahın qabağında durduğun zaman səni səndən soruşacaq. Səndən səni soruşacaq. Sənə aid olanları fərd olaraq soruşacaq. Qəbirdə tək qoyularsan. Sənə verilən suallar sənə deyiləcək. Rəbbin kim idi? Dinin nə idi? Rəsulun kim idi? Sən səndən soruşulacaqsan. Allahın qabağında o duruş vaxtda gələcək, ha? Sən çağırılacaqsan. Filankəsin oğlu filankəs. Gəl, hesab vaxtında. Hesab vaxtında. Ya burada çəkəsən hesabı, orada yüngül olsun deyə. Dünyada, qardaşlarım, buxalter var, müdürün yanına getmədən özünü hesaba çəkir, əgər əksiyin yoxlayır. Çünki qorxur. Yəni, müdürünün ona verə biləcəyi cəza, maaşın kəsilməsi, uzaqbaşı işdən qovulması, ruzunu kəsə bilməz. Müdür kəsmir. Nədən müdür vermir? Allah verir. Nəfəs alırsan, bu gələcək sənə. Ruzu verən Allahdır. Amma necə qorxur? Və sən qeybi və aşkarı bilənin qabağına gələndə hesab verəcəksən, hesab çəkəcəksən, səndən soruşulacaq. Allah Azza və Cəllə buyurur ki, وَكُلُّهُمْ آتِيهِ يَوْمَ الْقِيَامَةِ فَرْدًا. Onların hamısı Allahın qabağına tək gələcəklər, qiyamət günü. Hamısı tək gələcəklər. Onun üçün, qardaşlarım, insan nəfsini hesaba çəkəndə
Bu mənhəcində təqva səninlə sona qədər getməlidir. Qəbrə girməlidir sənə. Son nəfəsinə qədər. Əməllərə baxmalısan. Ədalətə baxmalısan. Gediş yoluna baxmalısan. Qəlbə baxmalısan və axşam yatanda, gündüz olanda gecəvin hesabını çəkməlisən. Allah Azza və Cəllə qardaşlarım, qiyamət günü insana verilmiş olacaq kitab haqqında danışanda kimə ki kitabı veriləcək, ona deyiləcək, iqra kitabək, oxu kitabı. Qardaşlarım, elə bir kitab olacaq ki, müəllifi sənsən, sən yazımsan. Sən deyə bilməyəsən ki, buradakı mənim deyil. Ya Rab, mənim deyil, mən eləməmişəm. Sən yazımsan, sənin kitabında. Müəllifi sənin olduğun kitab qiyamət günü sənə veriləcək. Və deyəcək, iqra kitabək, oxu kitabı. İqra kitabək. Kəfə bi nəfsikəl yevmə aleykə həsibə. Sən özünü hesab çəkməyə bugün kifayətsən. Çünki orada olanları biləcəksən, oxuduqda görəcəksən ki, sən etmisən bunu. Bugün qardaşlarım, öz kitabını dünyada sarıkən oxuyub özünə hesaba çəkməyən, sabah peşman olacaq orada çəkilən hesabdan. Muhammed sallallahu aleyhi ve sellemin sünnəsində qardaşlarım, insanın özünü hesaba çəkməsi barəsində mühasibətün nəfs deyilir buna. Nəfsin hesaba çəkilməsi. Allah Rasul deyir ki, əl-keyyisu, ağıllı insan özünü hesaba çəkəndir. Kimə deyir ağıllı insan? Kim ki özünü hesaba çəkir. Kim ki ölümdən əvvəl xeyir əməllər edir. Kim ki, qardaşlarım, nəfsinin ardınca getdiyi havalarına, şəhvətlərini müalicə eləyir. Ağıllı insan, qardaşlarım, nəfsini hesaba çəkəndir, Allah Rasulunun sözüdür. Nəfsin hesaba çəkilməsi həm kiçiyə görə, həm böyüyə görə olmalıdır. Həm balaca şeylərə görə. Demək ki, bu kiçikdir. İnsanların çoxunu həlak edən kiçiklərdir, qardaşlarım. Onun üçün alimlər deyirdilər ki, Sa'd ibn Muaz radiyallahu anh deyir ki, sən etmiş olduğun günahın kiçikliyinə baxma. Baxır, deyir, aza kiçikdir də. Sən o kiçiklə kimə qarşı çıxdığın böyüklüyünə bax ki, əzəmətinə bax ki. Çünki qiyamət günü həmin o kiçik günahla qarşı gəlib də, ya Rabbi, bu kiçik idi, sənə qarşı çıxdım, yaxşı elədim. Deyə bilərsən mi belə bir şey? İndi də deyə bilmərsən, ha? Sən o deyilsən ki, aləmlərin Rəbbi olan Allaha bunu deyə biləsən. Sən o deyilsən. Amma yəni buna diqqət eləməlisən. Ki, kiçikdir, böyüdür. Get dağlara bax. Uca dağlara bax, toz dənəciyindən ibarətdir. Əlvə götürəndə toz olur, yapışır. O kiçik dediyin odur. İnsan o qədər diqqət eləməz ki, qardaşlarım, kiçik xatalara. Qiyamət günü dağlar boyda günahlar olaraq gələr. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, mömin olan bilsən kimdir? Milçək qədər olan əməli üzərində dağlar boyda görər. Qorxar ki, pusat düşüb məhv eləyəcək onu. Həmən tövbə edər ondan. Münafiq. Dağ boyda günahları var. Elə bilər ki, burnuna milçək qonub, belə eləyər. Bütün haramları var adamın. Bütün günahları var. Harda baxırsan budur. Bəzən iblisin mərkəbidir, belinə minib sürüklədiyi. Görsən Allahın dininə qarşı gəlir. Vallahi insan qəlbində düşünür ki, subhanallah, şeytan səndən başqa belinə minib, özünə uzunqulaq eləyəcəyi birini tapmadı ki, səni gətirib ki, sənin belinə minib gəlib ki, sən Allahın dininə qarşı müharibə eləyəsən, müsəlmanlara qarşı, möminlərə qarşı, səhiyyəqidiyə qarşı. İblisin səndən başqa bir mərkəbi olmadı, uzun qulağı olmadı. Sən hazır durmuşdun ki, bölüm müsaitdir, minsin, gəlsin. Yoxdur səndən başqası, subhanallah. Baxırsan, subhanallah, necə cürətlidirlər. Necə cürətlidirlər. Onun üçün nə böyük, nə kiçik qardaşlarım. Biz demirik ya, biz müsəlman günah etməyəndir. Müsəlman günah edəndir. Amma etdiyi günahı üzərində onu həlak edəcək dağ boyda görüb ondan tövbə edəndir.
Əgər siz günah etməsəydiniz, sizi məhv eləyib, yerinizə qövm gətirərdim. Onlar günah eləyərdilər. Sonra tövbə eləyərdilər. Günah eləyəcəksən, insansan sən. Sən adamsan. Adəmin övladlarındansan. Günah eləyəcəksən. Tövbə eləyəcəksən. Günahdan peşman olub tövbə eləmək sənə aiddir. Nə tubəli? Ondan sonrasına fikir vermə. Bağışlamaq isə aləmlərin Rəbbi olan Allaha aiddir. Ömər ibn Xattab rədiyallahu anh deyirdi ki, mən duanın qəbul olmasının dərdini çəkmirəm. Düşünmürəm ki, elədim, görəsən, olar, olmaz. Bu, Allaha aid olan hissəsidir, deyir. Sənə aid olan hissə birincidir. Sən dua edirsən, yoxsa yox. Səcdələrdə varsan, yoxsa yox. Allah səni görmək istədiyi yerdə görür, yoxsa yox. İnsanlar səcdədədir. Bəzilərinin başı, vallahi iki baş arasında fərqə bax. Bəzilərinin başı Allah qorxusundan səcdələrə düşür. Bəzilərinin başı içkidən yerlərə düşür. Bəzilərinin saçı, saqqalı, səcdə etdiyi yerləri göz yaşı ilə islanır. Bəzilərinki Allahın vermiş olduğu neymətin üzərindən araq içib, kusub kusmağına bulaşır. Şəttənə beynəhmə, vallahi böyük fərq var. Əgər buradasansa sən, sağ tərəfdəsənsə, vallahi həmd elə, hesaba çək. Etmiş olduğun günahlar səni məhrum eləyər. Elə bilmə ki, bu sənə görə verilib. Yəni, sən olduğuna görə. Verilib ki, sən cəmaatla namazdasan, səcdədəsən, sünnədəsən, ibadətdəsən, qorxursan Allahdan. Səy eləyirsən canunla, malunla, Allahın dinində yardım eləmək istəyirsən. Elə bilmə ki, bu sənə görə verilib. Sənə görə verilməyib. Allahın rəhmətidir. Buna görə daha çox şükür eləməlisən. Daha çox artırmalısan. Nə qədər bacarırsan. Nə işi eləyirsən, ha, qardaşlar? Bax, nə əmir gəlib, bacarığından kənar deyil. Allah Azza və Cəllə, lə yükəllifullahu nəfsən illə vusəha. Allah kimsəyə artığı yükləməyib. Yükləməyib, qardaş. Yükləməyib. Nə ki, gəlib şəriətdə. İndi şərii üzürlər ayrı. Məsələn, oruç tutmaq sən bacarırsan. Ta ki, üzrün olana qədər, xəstə olana qədər və yaxud da digər şeylər. Məsələ, yəni, bəzi hissəsində deyil, bütövlükdədir. Aydındır. Vallahi şükrün verib qutara bilən deyilsən. Bəzən unuduruq, qardaşlar. Verilmiş olan neymətləri maddiyyatda görürük bəzən. Əlbəttə ki, neymətdir, Allahındır. Amma İslam neymətindən sonra ikinci dərəcəlidir. Bütün insanlar hər bir şeyində kalitəni axtarır. Birinci növ ətində, yeməyində, restoranında, maşınında kalitə axtarır. Geyimində, nə bilim, saatında. İkinci əl deyilən şey qiyməti aşağı olur. Dünya odur, qardaşlar. İkinci əldir. Dünya ikinci əldir. Adı kimi. Dünya dəni, aşağı olan deməlidir. Yəni deyirəm, ha, qardaşlar, demirik, yəni gedək uzamaq qəbrin yanında söz. Belə demirək. Şaşırdı, qardaşlar. Onun üçün, qardaşlarım, hesaba çəkilmədən insan hesaba çəkilməlidir. Odla təmizlənmədən qabaq, burada təmizləməlidir özün. Odla təmizlənmədən əvvəl. Gücləndirməlidir, əyri olanı düzəltməlidir. Çəkşün əlində olsun, qardaşım, nəfsüvü dögəcdə. Dəmirçi ol. Usta ol. Əyridir, döy. Əziyyət elə. Sələflər, qardaşlarım, gecə namazına duranda nəfsi yat deyir axı. Adama deyir ki, yat. Yatmaq istəyir. Özü ilə danışır. Deyir ki, 2 rükət qılım. Özünə deyir, ha? Yəni, adam özünə deyir. 2 rükət qılım, yataram da. Nəfsi deyir ki, yox. Yat günə. Özü özünə deyir ki, bu gün mən səni cəzalandıracam. Namaz qılmayacam. Fəcrə qədər də yatmayacam. Deyir ki, sabahsı gün nəfsim mənə dedi ki, ev yox. Ged 2 rükəti qıl, sonra gəl yat. Cəzalandır, subhanallah. Səndir də, qardaş. Onsuz da möhkəm qırmayacaqsan, bilirəm. Özümdən də bilirəm, səndən də bilirəm. Amma ən azından əyrisini düzəlt. Əyrisini düzəlt yenə. Qeybət eləyən, sələflərdən biri qeybət eləyir. Deyir, özümə dedim ki, hər qeybət eləyəndə 1 dinar sədəqə verəcəm.
Gördüm ama mal mülk əldən gedir yəni. Bu dil saxlamır axı. Dayandım deyir. Qeybəti tərgizdir. Ya qeybəti tərgizməliyəm, ya kisə boşalmalıdır. Qeybəti tərgizir. Aydındır? Evin gözəlliyinə bax qardaşlarım. Qadın gəlir. Öyrəşilən nədir? Qadın gəlir ərinə deyir ki, qəşəng dolma bişirmişəm. Gəl ye. Gözəldir, əlhəmdülillah. Amma ayılırsan ki, evin içindəsən. Patologum var, yağış yağır amma nəsə, üzvə su tökülür, silənir. Dur, namaz qılaq. Dur, namaz qılaq deyən zövcə, gəl. Gəl mənimlə namaz qıl, tək qoyma. Ən gözəl evlər, qardaşlarım, işıqlar sönən kənddə, qəsəbədə, təhəccüd üçün, qiyam-leyl üçün yanan, işığı yanan evlərdir. Allah Azza və Cəllə 2-2 sayır. Allahı zikr edən kişilər və qadınlar. İnsanın ailəsi onun üçün neymətdir. Əgər xeyri onu tövsiyə eləyirsə, xeyirdə kömək eləyirsə, yanındadır. O yatanda o durğuzur. Bu yatanda o durğuzur. Allahı çox zikr edən, bərabər namaz qılan, sünnədə yelən subhanallah ailələrə bax ki, və müəllim sənsən, qardaşım, müəllim sənsən. Sən necəsən? Evdə elədir. Hesab da elədir, qardaşlarım. Uşaqlar da elə olur. Uşaqlar da elə olur. Və insan özünü ilzam eləməlidir haqqa yönəlməyinə. Və onu miniyin ağzına keçən yəhər kimi öz nəfsini yəhərləməlidir. Atın başın boş buraxsın, o səni istədiyi yerə aparır. Amma yüyən deyilir də, yüyəni səndə olsa, sən onu istədiyin tərəfə döndərirsən. Düz yoldan sapdığı zaman, çıxdığı zaman icazə vermə, qardaşlarım, nəfsini yüyənlə. Nəfsin hesaba çəkilməsi, qardaşlarım, kim nəfsini hesaba çəkərsə, qəlbi yumşalar, sərtlik qalmaz. Sərtlik qalmaz, qardaşlarım, insanın qəlbində. Həm zahirdə, insanların içərisində, həm də batində düzələr, istiqamə olar onda. Kim münafiq deyil, hamı bilmək istəyir də özündə. Görəsən. Evdə tək qalanda, cəmaatın içindəki kimi ola bilirsənmi, qala bilirsənmi, yoxsa yox. Necə ki, sahabələrdən biri Muhammed sallallahu aleyhi ve sellem yanına gəlir. Deyir ki, mən münafiqəmmi? Deyir, tək olanda namaz qılırsanmı? Deyir, qılıram. Deyir, get, Allah səni münafiqlərdən eləməyib. Biz qardaşlara deyir, qardaşlarım, günümüzün, əsrimizin ən böyük müsibəti telefonlar. Sən nəfsünlə tək qalanda, otaqda, kimsə görməyəndə, evində baxdığın var, eyni şeyə qardaşların yanında, məsciddə, Allahın evində baxa bilirsənsə, əlhəmdülillah elə, yaxşısan. Ya evdə gizlində baxdığına orada baxa bilmirsənsə, problem var, düzəld özünü. Hesaba çək. Müsəlman qardaşlar, burada elədiyin, orada da eləməlidir, yəni. Hə, bu salih əməllərdən söhbət getmir, hə? Ümumi şeylərdən də, yəni. O var, vallahi, qardaşlar, barmaqlar. Vallahi və billahi və tallahi şahid duracaq. Elə bilmə ki, boş şeydir, belə ötürdün, getdi. TikTok'da da tap gedir. İki doğulan şeydədir, itələyir bir-bir. Vallahi, bu var, bu. Sayacaq sənin üçün bir-bir. Sayacaq. Cavab verə bilməyəcəksən bu barmağa. Asanlaşıb, subhanallah. Əvvəl çətin idi. İnsan naməhrəmə, halal olmayana, harama baxmaq üçün, nəyisə etmək üçün ən azı əziyyət çəkirdi. Evdən çıxırdı, gedirdi, falan yerdi. İndi, subhanallah, dünyanın hansı bir yeri sənə yaxınlaşıb, balaca bir aparatın içindədir, subhanallah. Müsibətdir. Sevinmə buna. Əvvəlkilərin bilmədiyi fitnələr evdə yox, cibvə girir. Ailəmizəcən yanımızda oturmasına, məclisimizdə olmasına, bir süfrədən bizimlə çörək yeməsinə icazə verməyəcəklərimiz qadınlarımızın əlində baxır.
İstər maviləri olsun, istər göyləri, qırmızıları, nə rəng deyirsən deyir. Fərq eləməz. Adam baxır, gülür. Yəni o nəsə hoqqa çıxardıb, nəsə eləyir, gülür. Gülməyin haqqını verəcəksən. Hesaba çəkiləcəksən. Hesaba çəkiləcəksən. İmam Əhməd qardaşlarım, xəstəliyi zamanı adamın böyrəkləri içində xarab olur. Hansısa bir xəstəlik olur onda, böyrəkləri çürüyür. İstər zindanda olması səbəbilə, istər digər şeyləri ilə. Adam bir dəfə də olsun, qardaşlarım, kimsə onu, hətta bayra çıxdığı zaman qan olaraq gedirdi adam, döyüldükdən sonra. Bilirsiniz İmam Əhmədin imtihanı. Rəbbim asanlaşdırsın, əgər bir vaxt görüşəriksə, inşallah danışar o barədə. İmam Əhmədin, Əhl-i Sünnənin imamı. Alimlər deyir ki, bu ümmətdə Abu Bakırdan sonra radiyallahu anh, ikinci duruş İmam Əhmədin olub. Bilirsiniz, ümmətin sabit qalması üçün, bütün ümmət. Bir, Abu Bakır, iki, aralığa bax, İmam Əhməd. Abu Bakır radiyallahu anh, Muhammed sallallahu aleyhi ve sellem uca Rəbbinə qovuşduğu zaman, İmam Əhməd də Quran məxluqdur fitnəsi yer üzərini bürüdüyü zaman sabit qaldılar. Sabit qaldılar. Adam, qardaşlarım, bir dəfə də olsun, böyrəyim ağrıyır, belim ağrıyır, kimsə eşitməyib onları, kimsə eşitməyib. Demirəm, qardaşlarım, ağrıyanda, ağrıyıram demə. Sadəcə mən onların sənin intisab olduğun salih sələflər var, ondan danışıram. Fəxr eləyirdə biz, əlhəmdülillah, şərəf yerimizdir. Başımızı ona qaldırıq ki, bəli, necə Şeyx Albani deyir, bəli, mən sələfiyəm elə. O mənəm. Amma o var, sən deyilsən. Sən deyilsən. Ondan soruşanda deyir ki, qiyamət günü səhifələr açılanda, kitablar veriləndə, önə səriləndə, mən Allahın qabağında yazılmış olan, çünki hər danışılan söz Quran-ı Kərimdə Allah Azəri deyir, axı yazılır. Fərq etməz nədir, yazılır da. Ki, mələk var, katiblər. Deyir, mən ahları və ufları neyniyəcəm o kitabda? Adam neyin dərdini çəkir? Sən neyniyəcəksən bu barmağın ötürdüklərin? Buradan belə eləyirsən, o yuxarı gedmir, telefon yuxarısına gedmir. O, ya bura gəlir, ya bura gəlir. Buradan çıxır, sənin çiynimə dolur, ehtiyatda ol. Fərqində olmadan qəflətdə olma. Barmağın yuxarı itələdiyi, oradan çiynə gedir. Ya sağa gedir, ya sola gedir. Hesabını sən verəcəksən. Hesabını sən verəcəksən. Özünü hesaba çəkən qardaşlarım, nəfsi salamat olar. Qiyamət günü hesabı yüngül olar. İmanın ləzzətini, Allaha yaxınlığın şöhrətini dadar. İmanın qardaşlarım ləzzəti var, bilirsiniz. Hər salih əməl edəndən sonra mən güman edirəm ki və inanıram ki, bütün qardaşlarımızda olub, hansısa bir əməl edəndə, vallahi onun insanda bir dənə fərəhə olur, yəni sevinci olur. Adamız, hətta bütün namazlar var, fərq eləməz yəni. Namazı qılırsan, bəzən səfərlərdə oluruq, bax. Məsələn, bəzən hansısa iş gecişir, içində namazı qıla bilməmsənsə, narahatlıq var yəni, narahatsan. Yük var. Bu ağırlığı deyil, ha. Ki, yəni ağırdır, belimi qırırın, amma o deyil. Sadəcə itaətimin şeydir ki, hələ yerinə itirə bilməmişəm. Qıldıqdan sonra o, hiss eləmişsiniz bunu, bu gözəl bir gəlib sizə ki, əlhəmdülillah. Yox da digər əməllər. Fərq eləməz. İnsanın özü ilə, canı ilə, malı ilə etdikdən sonra əlhəmdülillah Allahın dininə yardım edib. İçində fəxr var. Fəxr hissi duyursan, vallahi. Hansısa bir sünnəni yerinə itirəndə fəxr hissi duyursan. Ki, insanlar, hətta bəzən olur, qardaşlar, insan məsələn olur da, hansısa bir alimin sözünü oxuyanda, və yaxud da bir hədis qabağa çıxır, kitabdır, gedirsən, yəni alim deyilsən, gedirsən, birdən çıxır. Və başlığını oxuyursan, yazılıb, unudulmuş sünnə. Yəni, səncə bunun sənin qabağa çıxması Allahın sənə rəhmətindən, neymətindən deyilmi? Bu, səni oxuyub, ayda, unudulmuş sünnədir, əlhəmdülillah, bu onun üçün deyildir. Əməl elə və onun vallahi fəxrini duyasan ki, subhanallah, unudublar bunu. Mənim Rasulum səcdələrdə
Allah Azza və Cəlləyə dualar edəndə, ümmətim, ümmətim deyib ağlayanda və mən bu gün unudulan sünnəsi olsun, bu necə olacaq ki? Hə? Bu əmələ gəlməz, qardaşlarım. Adın əhli sünnədir sən. Niyə belə deyilib sənə? Düş deyiblər sənə bunu. Hə? Necə yəni unudulmuş sünnə? Olacaq bu, qardaşlar, olur yəni. Amma oxuyanda o sənin əməl etməyin üçündür. Ayşə anamız, qardaşlarım, bir gün Muhammed sallallahu aleyhi ve sellem deyir ki, gördüm ki, çox sevincli və fərəhli bir haldadır. Dedim ki, ya Resulallah, mənim üçün dua et. Dedi ki, ey Ayşə, Allah səni bağışlasın. Orada dualar gəlir. Günahlarından keçsin, əff etsin, izzətləndirsin və dualar edir. Ayşə anamız, qardaşlarım, duanın gözəlliyinə və duanı edən dil, qəlb, şəxs kimdir? Muhammed sallallahu aleyhi və səlləm, Rasulullah. Ayşə anamızın qardaşlarım sevincdən Muhammed sallallahu aleyhi və səlləmin yanında olur. Başı düşür belə çiynənə. Fərəhdən. Deyir ki, Ayşə, duamdan xoşun gəldi mi? Deyir, bəli, ya Rasulullah. Deyir, bu mənim ümmətim üçün hər gün etdiyim duadır. Ümmət, sənsən. Bəzən qardaşlarım, biz qardaşlarla dünən söhbət edəndə baxırsan ki, bəzən çox şey var. Bizdə bu gün hər yerdə var, bizdə yoxdur. Çox baxırsan qardaşlarım, misvak. Misvak, hər yerdə satılır, hara gedirsən var. Amma yoxdur qardaşlar. Cibində misvak yoxdur. Muhammed sallallahu aleyhi ve sellemin elə bir üstün vaxt olmayıb ki, misvak olmasın. Evinə girdiyi zaman, evinə girəndə qapıdan, ilk etdiyi şey dişini misvaqlamaq idi. Yeməkdən əvvəl və sonra, namazdan əvvəl, yatmazdan əvvəl, yuxudan duranda. Yuxudan duranda birinci misvaq. Quran oxuyanda. Çox susduqdan sonra. Və qardaşım, Muhammed sallallahu aleyhi ve sellemin ən son dünyadan istifadə etdiyi misvaq. Ayşə anamız deyir ki, Muhammed sallallahu aleyhi ve sellem ölüm yatağında olduğu zaman başı mənim dizimin üstündə idi. Abu Bakrın radiyallahu anh'ın oğlu Abdurrahman otağa girir. Və əlində misvaq olur. İçəri girir, əlində misvaq. Və deyir ki, Muhammed sallallahu aleyhi ve sellem deyir, gözü ilə, dili ilə istəmir, gözü ilə baxdı. Ayşə anamız deyir ki, bildim ki, misvaq istəyir. Bildim, misvaq istəyir. Və aldım, təmizlədim, yumşaltdım, dişimlə, əzdim onları və verdim Muhammed sallallahu aleyhi ve sellemə. Allah Rasulü istifadə elədi və dedi ki, uca dosta, rəfiq-ül ə'lə, uca dosta. Allah Azze ve Celle buyurur ki, qardaşlarım, qad əfləhə mən zəkkəhə. Artıq nicata çatacaq kim ki onu təmizləyir. Zəkat sözü təmizlikdən, malın təmizliyidir. Hesaba çəkmək günahların təmizliyidir. Və kim ki hesaba çəkməyəcəksə də özünü həlak edəcək. Qəlbin təmizliyi, doğru yolda olmaq, imanın güclülüyü, bəsirətin nurlanması, hesabın yüngül olması, insanın qəlbinin rahat olması, imanı dadılması, şirinliyinin və Rahmanla görüşməyin sevinci, qardaşlarım. Bu, insan öz nəfsini əgər doğru düzgün hesaba çəkərsə olur. Sələflər özlərini hesaba çəkərdilər, qardaşlarım. Ömər ibn Xattab rədiyallahu anh deyir ki, hesaba çəkilmədən öncə özünüzü hesaba çəkin. Tərəziyə qoyulmadan öncə bu gün özünüzü tərəziyə qoyun. Çünki bu gün sizin əməliniz var, hesab yoxdur. Hesab var, əməl yoxdur. Hasanul Basri rahimehullah qardaşlarım deyir ki, güclü mömin öz nəfsini hesaba çəkəndir. Hesabdan qiyamət günü qorxandır. Kim ki bu dünyada hesaba özünü çəkərsə, ahirətdə onun üçün asanlıq olar. Abdullah ibn Məsud radiyallahu anh deyir ki, qardaşlarım, mömin kəs odur ki, öz günahlarını üzərinə düşən dağ kimi görsün və ondan qorxsun və özünü hesaba çəksin.
Süfyan əl-Thawri rahimehullah qardaşlarım deyir ki, mən nəfsimdən daha ağır müalicə olunan bir şey görmədim. Xəstəliyə çox meyillidir. Atsa buraxsın, çox meyillidir. Onun üçün deyirlər ki, qardaşlarım, insanın nəfsi xain şərik kimidir. Xain şərik. Sən bir işdə bir adamla şəriksən və onun xain olduğunu bilirsən. Sən onu, qardaşım, hər gün hesaba çəkəcəksən. Axşam oldu, şərikə deyəcəksən ki, gətir, atçot eləyək. Görün, mən aldatmamısan. Bu var nəfsin. Ondan daha pisdir. Onu hər axşam hesaba çəkməlisən. İmam Əhməd deyir ki, sən öz nəfsüvü yaxşı işlərlə məşğul etməsən, vallahi o səni pis işlərlə, batillə məşğul edəcək. İbn Qayyim rahmehullah deyir, bütün xeyirlərin əsli insanın öz nəfsini hesaba çəkməsindədir. Onlar, qardaşlarım, sələflər öz nəfslərini nəfəs aldıqları müddətcə hesaba çəkirdilər. Və bunu elə günləri olmazdı ki, hesaba çəkməsinlər. Elə günləri olmazdı ki, hesaba çəkməsinlər. İnsan, qardaşlarım, yuxudan durduğu zaman nə əməl edəcəm? Bunun siyahısını tutmalıdır. Allah Azza və Cəlləni razı salacaq sözlərdən nə danışacam, nəyə edəcəm? Allahı razı salacaq şeylərdən nələri edəcəm? Yatışında da, duruşunda da, əməlində də, ixlasında da yalnız və yalnız, qardaşlarım, Allah Azza və Cəllənin razılığını gözləyəcək. Dünya gedəcək, qardaşlarım. Qəbir əməllərin sandığıdır. Qabaq gəlinlərin sandığı olurdu, görmüşdünüzmü? Evdən çıxdığı zaman, başqa bir yerə köçdüyü zaman içərisinə onun üçün önəmli olan şeyləri qoyurdu. Evin qoyub qalırdı, ata-anası da içində, bütün onun üçün köhnə olan, sevimli olan hər şeyi qoyub qalırdı. Lakin getdiyi zaman onun üçün seçilmiş olan o sandığa ən çox istədikləri olardı. Qəbirdə, qardaşlarım, əməllərin sandığıdır. Özünlə xeyirləri apar, ən yaxşısını apar. Yoxsa orada yaxşı olmayacaq. Dünya keçiddir, qardaşlarım. Axirət isə dayanacaqdır. Qəbir mənzildir. Hesab isə, insanın bu dünyada özünü hesaba çəkməsi isə insan üçün böyük bir əməldir. Allah Azza və Cəllə, qardaşlarım, bizə يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ O gün nə mallar, nə də övladlar fayda verməyəcək deyir. İllə mən ətəllaha bi qalbin səlim. Yalnız o qəlb fayda verəcək ki, kim ki sağlam qəlblə gələcək. İnsan, qardaşlarım, özünü hesaba çəkməzsə, tam əksi bayaq dediklərimizin qəlbi sərtləşər, günahı çoxalar, üzündə qaralar, üzü qaralar. Ağappaq olsa belə qar kimi, vallahi baxanda xoşun gəlməz ondan. Günahın zülməti vurar ona və pis sonluqla ölər. İmanı da zəif olar. İmanı da zəif olar. İnsanın özünü hesaba çəkməsi qəlbin həyatıdır. Nəcatın, qurtuluşun yoludur. Doğru yolda olmağın halıdır. Kim özünü tanıyarsa, Rəbbinə düzgün ibadət edir, qardaşlarım. Kim zahirini düzəldərsə, kim daxilini düzəldərsə, Allah onun batinini düzəldər. Kim Allahla sadiq olarsa əməllərində, etdiklərində, verdiklərində və aldıqlarında, Allah onu təsdiq edər, qardaşlar. Allah onu təsdiq edər. İnsanın nəfsini hesaba çəkməsi, bu istəyirsən elə, istəyirsən eləmə məsələsi deyil. İxtiyar verilməyib ki, istəyirsən elə. Bax da, istəyirsən eləmə. Bu, qardaşlarım, qurtuluşun yoludur. Sənə deyirlər ki, elə qurtulacaqsan. Elə qurtulacaqsan. Və bu zəiflik deyil, qardaşlarım. İnsan özünü hesaba çəkməsi, qorxaqlıq deyil. Bu gücdür. Bu, hüzün, kədər üçün deyil, həyat üçündür. Həyat üçündür, yaşamaq üçündür, qardaşlarım. Allah Azza və Cəllədən istəyirəm ki, qardaşlarım, bizi eşidib fayda alanlardan etsin. Allah Azza və Cəllə bizi günah etdiyimiz zaman tövbə edənlərdən, xatı etdiyimiz zaman bağışlanma diləyənlərdən etsin. Bizi özünü hesaba çəkənlərdən, axirətdə də hesabı asan, yüngül olanlardan etsin. Rəbbimin qarşısında durduğumuz zaman kitabımızı sağ əlimizə verilənlərdən etsin. Üzümüzü ağ etsin. Bizi Muhammed sallallahu aleyhi ve sellemlə bərabər hovuzunda
Ondan sonra isə Firdevs Əla cənnətində birləşdirsin, məskənimizi oralar etsin. Bizi cəhənnəmə, cəhənnəmi də bizə haram etsin. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi və səlləm.